Yeni il süfrəmi sizlərlə paylaşıram. Bu dəfə fərqli özəndim və portağallı ördək etdim. 3 gün öncəyə gedirik və portağalı qəşəngcə marinə etdim. Daha sonra dünən axşamdan özəndiyim pavlova tortumu etdim. Sonradan yenə ördəyimi sosladım. Ən sonda əmmi yoldaşına söz verdiyim bilinçik tortunu hazırlayıb saat 5-də yatdım. Keçirik 31 dekabra. Bilinçik tortumu kremlədikdən sonra ördəyimi içinə portağalını qoyub sosunu qoyub göndərdim biraz bişməyə. Həmin aralıqda silyotka balıqlı şuba salatı ilə qızıl balıqlı mimoza salatımı və digər qəlyanaltılarımı hazırladım. Ən sonda pavlova tortumu kremlədim və çox gözəl alındı. Bayram günlərini çox sevirəm və həmin günlərdə də süfrəmi gözəl açmağı daha üstün tuturam. Yeni il bayramı da biraz abartılı olduğu üçün süfrəmi də ona görə hazırladım. Sonradan gedib ördəyimi sosla yenidən sosladım. Ördəyim bişərkən də digər işlərimi gördüm. İllər keçdikcə yaxınlar azalır və ən yaxınlarla bayramı qeyd edirsiniz. Siz bu bayramı kimlərlə qeyd etdiniz? Biz əmimgillə bir yerdə olduq və evimizə onları dəvət etdik. Çünki bir il öncəsində demişdim ki, sizi yeni evimizdə qonaq çağıracağam. Saçıvi bizim süfrəmizdə olmazsa olmazdı. Bu da bizim süfrəmiz. Məncə çox gözəl alındı. Yeməklərimiz də çox ləziz idi. Allah hər kəsin süfrəsini bol etsin. Bayramınız mübarək.